Xəyal Fərzullayev gənc qapıçıdır. Və məhz belə bu simvolik vuruşla oyun bir qədər sonra start götürməlidir. Neftçi ilə görüşdə artıq uğur qazanmağa nail olub, bu mövsümdə bir qələbə qazanıb və beləliklə Fərid Hacıyevin işarəsi ilə Sumqayıt Neftçi maçı start götürdü. Neftçinin hücumu davam edir. Kofi, Matias. Topu saxlamaq mümkün oldu. Burada diqqətlər Fərid Hacıyevdədir. Hələ də qalxmayıb. Gəlin baxaq nə baş verdi burada. Alan Diaz. Çox pis dəydi. Uzaqlaşdırarkən bax belə bir toqquşma yaşandı. Bir daha baxırıq. Sol canaha ötürmə. Sumqayıt indi müdafiədən nəhayət ki çıxmağı bacarır və hətta hücuma da keçir, ötürmə keçmədi. Roy Kehat, Sərdan Taşqın, zərbədə indirilir Rıza Cəfərov, Abduxalikov və gol! Amma köməkçi hakim bayrağını qaldırıb. Mərkəzi göstərir hakim, gol sayıldı. Vovur Abduxalikov. Dediyim kimi Shtogrin gecikmişdi burada. Baxırıq təkrara. Kehat, Sərdan Taşqın zərbə vuruldu və bu zərbə zamanı Andrey Shtogrin ilişib qalmışdı. Xətti, ofsayd xəttini pozurdu orada. Səbuhinin zərbəsi zamanı Rıza Cəfərov həmin zərbəni dəf edə bilsə də Abduxalikov özünü yaxınlaşdırdı, özünü çatdırdı ora. Və təkrar zərbə ilə topu qapıya yönəltdi. 1-0 Sumqayıt klubu Neftçi ilə görüşdə hesabda öndədir. Və vardan gələn görüntünü biz izləyirik. Shtogrin'in sağ ayağına diqqət edin. Kofi qapı önünə ötürmə edildi və Elvin Bədəlov. Bu da çox vacib müdaxilə idi. Shtogrin bu dəfə nə edəcək? Ötürmə, bu ötürməsi və başla zərbə dəqiq deyil. Neftçinin hücumu, ötürmə, ara ötürməsi və diqqətlər hakimdədir burada. Oyun davam etdirilir. Andrey Shtogrin görüntüdədir. Kimi az əvvəlki epizodun təkrarına baxırıq və məhz burada Sərdan Taşqın Shtogrin'dən mərkəzində idi, ofsaydı pozurdu. Və burada da bu rakursdan baxanda açıq aydın görünür, ötürmə anı. Və Fərid Hacıyev özü monitora yaxınlaşır. Burada artıq açıq aydın hər şey görünür. Təmas da var idi. Sərdan Taşqın. Rəqibin ayağına zərbə vurmuşdu. Və offside. Açıq aydın hər şey gördü. Dediyim kimi, həqiqdən də orada təmas var idi. Bir daha baxaq, fikir verin. Shtogrin, Sumqayıt futbolçuları topa qazandılar və indi Sumqayıtın hücumunu izləyirik. Ötürmə sol tərəf Abduxalikova. Abduxalikovdan daha bir ötürmə və 2-0! Sumqayıt ikinci qolu vurur. Ronaldo Vazquez təbrikləri qəbul edir. Düz orada avtogol ehtimalı da var. Golun təkrarını izləyəcəyik. Götürmə anında bəlkə də ofsayd ehtimalı da var idi. Abduxalikov və yox, elə Ronaldo özü toxunub. Bir daha baxaq. Səbuhi Abdullazadə topla xeyli irəlilədi. Ofsayddan söhbət belə gedə bilməz. Və ikinci ötürmə zamanı Ronaldo Vazquez fərqlənir 2-0. Tərtəmiz qoldu bu. Özü də baxımlı qoldu. Çox gözəl hücum alındı Sumqayıt futbolçularından. O bir Abduxalikovun ötürməsindən sonra Ronaldo Vazquez fərqləndi. Hesab 2-0 oldu.
Ozoviç. Sol cinahla oynuyor. Həmlə davam edir. Daha bir ötürmə. Növbəti ötürmə edildi və Basala Sambu fərqi azaltdı. 1-2. Neftçi fərqi azalda bilir. Təkrara baxırıq. Burada aldadıcı hərəkətlər, daha sonra ötürmə də edildi. Və ikinci ötürmə zamanı Basala Sambu nəzarətsiz qalmışdı. Topu qapıya istiqamətləndirdi. Bir daha baxaq. Shtogrinə etiraf edək ki, bu hücum zamanı artıq fəallığı ilə seçildi. İstər etdiyi hərəkətlər, istər verdiyi dəqiq götürmə ilə. Qolun vurulmağında Shtogrin əməyini də qeyd etməyə lazımdır. Mustafa Sek. Camalov. Dəqiq oynuyor. Daha bir zərbə. Fərzullayev. Ağdadaş. Həmlə davam edir. Ağdadaş. Ağdadaşın zərbəsi top qapı dirəyinə dəyir. Ağdadaş Salyanski baxımlı qol vura bilərdi. Bir daha baxaq. Topu qəbul edir. Top sol ayağında olsa da, narahat bir vəziyyət olsa da önünü də bağlayırdılar, amma qapını görürdü Ağdadaş Salyanski. Və onun zərbəsindən sonra top oyunu keçirən Abduxolikov əvəzləndi. Bir başa zərbə vurulur və Ervin Kofi cərimə zərbəsindən Mustafa Sek. Cərbə meydançasına daha bir ötürmə. Kofi, daha bir ötürmə və 2-2! İnanılmaz vəziyyət Ervin Kofi'nin ötürməsindən sonra top qapıya daxil olur. Neftçi hesabı bərabərləşdirir. Sambunu görürük. Bildirir ki, orada qaydanı pozmamışdım. Bir daha gəlin baxaq. Əvvəlcə burada offside ehtimalı var. Top Kofi istiqamətində gedərkən ehtimal var ki, Ervin Kofi oyundan kənar vəziyyətdə idi. Son toxunuş Sambudan idi. Bir daha baxırıq. Bax, burada Ağdadaşın toxunuşu var idisə artıq Kofi oyundan kənar vəziyyətə düşmüş sayılacaq və bu qol artıq sayılmayacaq. Çətin epizoddur. Səhv etməmsə Ağdadaş topa toxunmuşdu. Fərqli rakursdan gəlin izləyək. Ağdadaş orada mübarizə aparırdı. Bir daha gəlin hücuma lap əvvəldən baxaq. Bəli, əsas məsələ burada Ağdadaşın topa toxunub-toxunmamağıdır. Çünki ilk ötürmə anında Kofi oyundan kənar vəziyyətdə deyildi və qol sayılmır. Qol sayılmır. Ağdadaş Salyanski, hakimlər epizodu incələdilər. Topa toxunubmuş. Bu görüntünü biz bir daha izləyirik. Bu sayılmadı. Burada qarşılıqlıq yaranır və 2-2! Belə bir kobud səhv Sumqayıt komandasından. Neftçi hesabı bərabərləşdirə bilir. Bir daha baxırıq. Uzun ötürmə edildi Ağdadaş istiqamətində. Sərtanla Xəyal bir-birlərini anlaya bilmədilər. Sərtan qapçının çıxmağını gözləyirdi. Xəyal isə topun Sərtanın nəzarətində olduğunu düşündü deyə yəqin ki, gec reaksiya verdi, gec çıxdı. Və nəticə etibarıyla Shtogrin fərqlənmiş olur. İlk hissədə Neftçinin heyətində ən zəiflərdən olan Andrey Shtogrin hesabı bərabərləşdirir. 2-2. Kofi. Daha bir zərbə indirilir. Sambunun zərbəsi Xəyal. Məsafəni qısaltmışdı, azaltmışdı orada Xəyal Fərzullayev. Küncdən zərbə yerinə yetirdir. Matiyas yüksəldi. Daha bir ötürmə. Vüqar Mustafayev topu uzaqlaşdırır və elə bu andaca Fərid Hacıyev oyunu başa vurur.
Düzdür, futbolçular hələ də gözləyirlər. Bəli, bu da son. Bu da son. Fərid Hacıyev oyunu başa vurur. Misli Premyer Liqasında 32-ci turun bu maçında Sumqayıt Neftçi görüşündə qalib müəyyənləşmir və oyun 2-2 hesablı bərabərliyi ilə başa çatır.